Qur'anın aydınlıq tərəfində qeyd olunur ki, biz bu kitabı hər şeyi açıqlayan etdik. Dərinlik tərəfində isə onun təvilini yalnız Allah və elmdə dərin olanlar bilir. Əllamə Təbətəbai deyirdi ki, Qur'anın aydınlığı onun səthindədir, dərinliyi isə onun sonsuzluğundadır. Yəni Qur'an yolu göstərmək üçün aydındır, həqiqəti açmaq üçün isə dərin və qat-qatdır. Əgər insan nəfsini tərbiyə etməyibsə, zahiri dini düzgün yaşamırsa, dinə daxil olduğu zaman öz düşüncəsini ilahi həqiqət, hisslərini isə ilham sanır. İmam əleyhissalamdan nəql olunur ki, bizim sözlərimiz ağırdır. Onu yalnız yaxın mələk, göndərilmiş peyğəmbər və ya imanı sınanmış mömin daşıya bilər. Əllamə Qazi deyirdi ki, bu yol müəllimsiz gedilmir. Gedilsə insan özündən başqa bir şey tapmaz. Çünki insan dinin dərinliyinə görə azmır, istiqamətsiz dərinliyə görə azır. Bəzi insanlar iddia edir ki, Qur'an kifayətdir. Hədis var, alimə ehtiyac yoxdur. Bəli, zahirdə cazibədardır, amma reallıqda mümkün deyil. Qur'an buyurur, bilmirsinizsə zikr əhlindən soruşun. Bir dəstə dində dərinləşsin ki, qaydanda başqalarını xəbərdar etsin. Bu ayələr deyir ki, Qur'an özü alim sistemini təsdiqləyir. Sən Qur'an ayəsini öz səviyyənə uyğun təfsir edirsənsə, burada ziddiyyət var, burada qanun pozulub, burada əxlaqsızlıq var deyirsən. Həqiqətdə isə sən öz nəfsinin işini kitabın işinə qatmısan. İrfanda əsas 3 şərt qeyd olunur. Elm, təqva və qəlbin saflaşması. Ayətullah Həsənzadə Amili deyirdi ki, Qur'anı açan açar, ağılda deyil, qəlbdədir. Qur'an da işarə edir ki, onların qəlbləri var, amma anlamazlar. Yəni kitab açıqdır, amma qəlb bağlıdırsa, ayələr danışmır. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, mətn eyni qalır, amma onu anlayan dəyişdikcə məna da dəyişir. Məsələn, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, kim mənə düşmən olan bir şeyi sevinclə qarşılayarsa, onun qəlbi mənə yaxın olmuşdur. Bu hədis çox insan üçün çaşdırıcıdır. Çünki zahiri məntiqlə düşmən və sevinc bir araya gəlmir. Əllamə Təbətəbai deyirdi ki, İmam Cəfər Sadiq əleyhissalam burada mənəvi bir həqiqəti bildirir. Yəni qəlb hər hadisəni, hər qarşıdurmanı Allahın iradəsi və hidayəti olaraq qəbul edir. Düşmən qəlbin sınanması üçün göndərilmiş bir əks-sədadır. İnsan qəlbi əgər safdırsa, bu əks-səda ona yaxınlıq və hidayət gətirir. Düşmən və sevinc zahirdə ziddiyyətli görünür. Lakin irfanda qəlb Allahın hər hadisəsini qəbul etdiyi üçün ziddiyyət yoxdur. Demək istədiyi odur ki, qəlb safdırsa, düşmənçilik də Allahın iradəsi olaraq qəbul edilər və bu qəlbi ona yaxınlaşdırar. Peyğəmbər sallavatullahın hədisi qüdsi məzmununda belə buyurulur: Bəndəm mənə nafilələrlə yaxınlaşar. Mən onu sevəndə onun eşidən qulağı, görən gözü, tutan əli olaram. Zahirən düşünə bilərik ki, Allah insanın içində necə olur? Bu vəhdət-i vücudu nifrət forması deyilmi? Əllamə Təbətəbai deyirdi ki, burada Allah olmaq deyil, insanın iradəsinin ilahi iradəyə tam uyğunlaşmasıdır. Çünki insan iki cür yaşayır, öz istəyi ilə və Allahın istəyi ilə. Hədis deyir, insan o həddə çatar ki, artıq özü istəmir, Allah nə istəyirsə onu istəyir. Necə ki, Qur'an buyurur, siz istəməzsiniz, Allah istəməsə. İmamlar açıq deyiblər ki, bizdən sonra alimlər sizin üçün höccət olacaq. Qeyd olunur ki, insanlar iki yerə bölünür. Biri dini qayda kimi yaşayır, biri dini yol kimi anlayır. Ayətullah Həsənzadə Amili deyirdi ki, din sadəcə əməldən ibarət deyil, din idraçdır. Bəli, İmam Əli əleyhissalam və digər imamlar haqq yolun rəhbərləridir. Lakin onlar bu gün fiziki olaraq bizim aramızda olmadığı üçün bu zaman onların elmini daşıyan alimlər ortaya çıxır. Ayətullah Behzət ağa deyirdi ki, əgər insan özü hökm çıxara bilmirsə, başqasına tabe olmaması onu azad yox çaşqın edər. Bəzən bir müsəlmanın dili bir kafirin kitabından daha çox insanı dindən uzaqlaşdırır. Çünki insanlar Allahı yox, sənin davranışını görür. İmamlar özləri tələbələr yetişdirirdilər. Bu gün alimlər o məktəbin davamıdır. Ümumiyyətlə haqq iş görən insan həmişə əks-səda yaradır. Bəziləri qəzəblə, bəziləri isə yanlış anlaşılma ilə hücum edir. Arif isə qəlbi saf olduğundan tənqid və iftiralardan təsirlənmir. Allah dostuna bir söz deyirsən, amma o qəlbində bunu hiss edir. Bu hiss insanın özünə dönür və təsir edir. Ayətullah Behzət ağa deyirdi ki, həqiqi Allah dostu ilə söz oynamaq olmaz. Onun qəlbi səndə sınaq kimi əks-səda yaradar. Sən sadəcə bir söz deyirsən, Allah dostu isə bunu qəlbində hərfinə can alır. Sonra sən həyatına davam edirsən, amma onun hiss etdiyi enerji səni də silkələyir. Unutma ki, sən başqalarını necə görürsənsə, Allah da səni elə görür.